Salam balaca dostlar. Bugün sizə Azərbaycan xalqının çox sevimli bir nağılını danışacağıq. Bu nağılın qəhrəmanı adi yemək deyil, çox şirin bir qoğaldır. O, yuvarlana-yuvarlana böyük bir səyahətə çıxır və yolda bir çox heyvanlarla görüşür. Gəlin birlikdə görək, bu macəra necə bitəcək? Qoğal yuvarlana-yuvarlana yola düzəldi. Meşədən keçdi, çaydan aşdı. Qürurlanaraq oxuyurdu. Mən qoğalam, qoğal, heç kim məni tuta bilməz, yeyə bilməz. Birdən qarşısına dovşan çıxdı. Dovşan dedi, ay qoğal, çox dadlı görünürsən, gəl səni yeyim. Qoğal gülüb cavab verdi. Yox, yox, məni yeyə bilməzsən. Mən evdən çıxdım, yoldan keçdim, indi də səndən qaçıram. Və yuvarlanıb getdi. Qoğal yol gedirdi ki, qarşısına tülkü çıxdı. Tülkü dedi, salam qoğal, mən çox acam, səni yesəm yaxşı olar. Qoğal yenə də oxudu. Mən qoğalam, qoğal, heç kim məni tuta bilməz, yeyə bilməz. Və tülküdən də qaçdı. Yolun ortasında böyük bir ayı peyda oldu. Ayı dedi, çox dadlı görünürsən qoğal, mən səni bir loxmada yeyərəm. Qoğal yenə cavab verdi. Mən qoğalam, qoğal, heç kim məni tuta bilməz, yeyə bilməz. Və ayıdan da qaçıb canını qurtardı. Qoğal gedə-gedə qarşısına qurd çıxdı. Qurd dedi, dayan qoğal, mənim qarnım çox acdır, səni indi yeyəcəyəm. Qoğal yenə oxudu və dedi, mən evdən çıxdım, yoldan keçdim, dovşandan, tülküdən, ayıdan qaçdım, səndən də qaçacağam. Və yuvarlanıb getdi. Yenidən tülkü peyda oldu. Bu dəfə o çox hiləgər davrandı. Dedi, ay qoğal, sənin nə gözəl səsin var. Mən yaxşı eşitmirəm, gəl biraz da yaxınlaşıb oxu. Qoğal sevinib tülkünün qulağına yaxınlaşdı və mahnısını oxumağa başladı. Birdən tülkü hop atılıb qoğalı tutdu və nuş elədi. Nağıl bu yerdə tamam oldu. Uşaqlar, yadınızda saxlayın, həmişə ağıllı olun. Təkcə cəsarətli olmaq bəs etmir. Nağıl burada bitdi uşaqlar. Qoğal çox cəsarətli idi. Amma unutmayın, ağıllı olmaq da çox vacibdir. Hər zaman diqqətli olun və böyüklərinizin sözünə qulaq asın. Yeni nağıllarda görüşənədək sağ olun balaca dostlar.